Mən sənsiz ölmədim Şuşa. Azərbaycan televiziyası Zəfər günündə tamaşaçıların görüşünə yeni ərsəyə gətirdiyi bir filmlə gələcək. Ekran işi qələbəni yaşadanların qəhrəmanlıqlarını, müstəqilliyimizin ifadəsini özündə birləşdirir. Ətraflı sujetdə. Ad günün mübarək, ad günün mübarək, ad günün Azərbaycan televiziyasının istehsal etdiyi 44 günlük vətən müharibəsinə həsr olunan Mən sənsiz ölmədim Şuşa filmi Zəfər günündə ekranlara çıxacaq. Azərbaycan tarixinin silinməz izlərini əks etdirən ssenari 3 əsas xətt üzrə qurulub. Mən 30 il qabaq ölmüşəm. Burada bir xətlərdən biri həm 1-ci Qarabağ müharibəsinin, həm 2-ci Qarabağ müharibəsinin dəhşətlərini görən və həmin o müharibədə iştirak edən bir qazimizdən bəhs edir. İkinci xətt olaraq 1-ci Qarabağ müharibəsində başına gələn həm oğul itkisi, həm böyük faciələri yaşayan bir babadır. Bizim Qurban İsmailov, aktyor Qurban İsmailov o rolu canlandırır. Kəs onun səsini, kəs! Kəs! Kəs deyirəm sənə! Filmin 3-cü xətti bir növ informasiya müharibəsini əks etdirir. Burada jurnalistlərin təkcə döyüş meydanında yox, həm də söz meydanında apardığı mübarizəni görəcəyik. Biz isə elə həmin səhnələrin çəkildiyi Axundov adına Milli Kitabxanadayıq. Burada Natəvan obrazı ilə Polşalı jurnalistin dialoqu söz savaşı kimi təqdim olunur. Bazı həqiqətləri öyrənməyə gəlmişəm. Film cəmi 6 gün ərzində Bakı və Şuşa şəhərlərində, həmçinin Göran poligonunda çəkilib. Çəkiliş prosesi həqiqətən ağır oldu. Burada ən maraqlı bir də nüans odur ki, sonradan minlərlə, bəlkə milyonlarla insan gördüyü kadr ilk əvvəl operator görür. Bu filmdə də aktyor oyunu həqiqətən çox möhtəşəm idi. Qurduğumuz işıqlarla, qaranlıq səhnələrdə ümidi göstərmək istədim. Film 2 fərqli ailənin taleyi üzərindən Qarabağ müharibəsindəki itkiləri və dirçəlişi əks etdirir. Bu torpaqlar bizim öz dədə-baba yurdumuzdur. Mən sənsiz ölmədim Şuşa filmində mən Firəngiz obrazını canlandırıram. Qarabağdan, məcburi köçkünlərdən, faciəvi şəkildə köçkünlərdən biridir. Bu filmdə oynamaq, bu filmdəki Firəngizi canlandırmaq mənim üçün bəlkə də bütün yaradıcılığımdakı rollardan daha maraqlı, daha dəyərli oldu. Çünki həm 5 illik üçün, həm də birbaşa Şuşada, Cıdır düzündə bu səhnənin çəkilməsi mənim üçün çox təsirli oldu. Layihə Könül Məmmədova, Qızbəs Abdullayeva və Şahbazə Hüseynovanın birgə hazırladığı ssenari əsasında ərsəyə gəlib. Ssenari müəllifləri hesab edirlər ki, ekran işi həm ağrının, həm sevginin, həm də dirçəlişin hekayəsidir. Yəni, biz ağrılarla yaşadıq, amma onlarla ölmədik. Azərbaycan tarixində yeni qələbə səhifəsi yazdıq. Mən sənsiz ölmədim. Lalə Allahverdiyeva, Elvin Qəhrəmanov, Günel Habil qızı, AzTV xəbər.